Dəyərli izləyicilər, əlbəttə ki, İran-Amerika Birləşmiş Ştatları gərginliyi ilə bağlı xəbərlər kifayət qədər çoxdur, amma əsas məsələ məğzəli iqtisadi müharibədir. Amerikanın elan etdiyi bu müharibə ilə mübarizə aparan İran nə qədər tab gətirəcək? İranlı rəsmilər deyirlər mübarizə aparacaq, amma ola bilərmi ki, bu açıqlamaların fonunda pərdə arxasında bir razılıqla əlaqəli dialoqlar geçsin? Bunları geniş şəkildə danışmaq istəyirik. Hazırda bizlə bağlantıda olan siyasi şərhçi Əhməd Şahidovla təhlillərimiz olacaq. Əhməd bəy, xoş gördük sizi. Salamlar, vaxtınız xeyir olsun Nurhan xanım. Hər vaxtınız xeyir olsun. Əhməd bəy, siz özünüz Amerika Birləşmiş Ştatlarındasınız. Son günlərdə Trump'ın açıqlamalarını biz görürük. Hətta gözlənilir ki, bazar ertəsi artıq yeni sanksiyalar paketi elan edilsin və Trump da deyir ki, bu tarixdə indiyə qədər görünməmiş dərəcədə ağır bir iqtisadi müharibə olacaq. Bu sanksiyalarla onu elan edəcəyik deyir. İran isə vurğuluyor ki, biz buna qarşı gələ bilərik, sona qədər də mübarizə aparacaq. İlk sualım bundan ibarət olacaq ki, biz düz kütləvi informasiya vasitələrindən bir qədər məlumatlıyıq o sanksiya paketində nələr olacaq deyə, amma daha detallı şəkildə Amerika məhz hansı istiqamətdə qadağaları nəzərdə tutur İrana? Bəli Nurhan xanım, mən də bütün ARB24 izləyicilərini Vaşinqtondan salamlayıram. Təbii ki, Prezident Donald Trump'ın elan elədiyi iqtisadi sanksiyalar paketi bugünə qədər İran İslam Respublikasına tətbiq olunan ən böyük iqtisadi sanksiyaları özündə cəmləşdirir. Burada əsas İrandan daha çox İranın əməkdaşlıq elədiyi ölkələr, şirkətlərdir. Çünki bugün İran İslam Respublikasının əsas gəlir mənbəyi onun neftini satmaqla əldə olunan valyutadır və məhz Amerika Birləşmiş Ştatları İran neftini alan ölkələrə, həmin nefti daşıyan şirkətlərə, gəmilərə, həmin gəmiləri sığortalayan şirkətlərə, aradakı vasitəçi şəxslərə, şirkətlərə, təşkilatlara, ümumiyyətlə İranla iqtisadi, ticari əməkdaşlıq edən bütün tərəflərə qarşı sanksiyalar tətbiq edir. Yəni Amerika Birləşmiş Ştatları və Prezident Donald Trump düşünür ki, İranla müharibə son aylar konkret bir nəticə vermədi və İran bu müharibəni və bu müqaviməti davam etdirmək üçün istifadə elədiyi büdcəni, valyutanı kəsmək lazımdır. Yəni İranın əsas gəlir mənbəyi neftdəndir, neftini sata bilməməsi və pul qazanmaması lazımdır ki, o dövlət büdcəsi zəifləsin, iqtisadi potensialını, sosial ehtiyaclarını ödəyə bilməsin və nəticədə İran iqtisadi bir çıxılmaz bir vəziyyətə düşsün və nəhayət danışıqlara razılıq versin. Yəni müharibədən daha çox bugün iqtisadi təzyiq kanalları işə salınır və Prezident Donald Trump da İranı məhz bu yolla danışıqlara məcbur etmək istəyir. İran tərəfi də açıqlama verib ki, ABŞ-ın sanksiyaları İrana təsir etməyəcək. İran 40 ildən artıqdır ki, zaten iqtisadi sanksiyalar altındadır və üçüncü ölkələrə də xəbərdarlıq edib ki, ABŞ-ın sanksiyalarında bu və ya digər formada iştirak edəcək ölkələr də İranın hədəfinə çevrilə bilər. Burada İranın əsas neftini alan ölkə təbii ki, Çindir. İndiyə qədər Çin İran neftinin ən böyük alıcısıydı. Bütün sanksiyalara baxmayaraq, hətta İranla Çin arasında qeyri-dollarla, yuanla və ya barter yolu ilə bu neftin satışı həyata keçirilirdi. İndi məhz Çinə və Çin şirkətlərinə də bu sanksiyalar tətbiq oluna bilər. Bu da təbii ki, ABŞ-la Çin arasında ayrıca bir gərginlik yaradacaq. Hələ ki Donald Trump düşünür ki, İranı bu iqtisadi sanksiyalarla müəyyən razılığa gətirmək olar. Əslində İran daxilində də bu ABŞ-la danışıqlar məsələsində iki ayrı xətt var. Birinci, Prezident Pezeşkiyanın irəli sürdüyü fikri dəstəkləyən cəhbədir ki, onlar düşünür ki, bugünkü sanksiyalar İran iqtisadiyyatını çətin vəziyyətə salıb. Bu iyun ayında ABŞ-la İran arasında əldə olunmuş razılaşmaları davam elətdirmək lazımdır və müəyyən ortaq məxrəc tapmaq lazımdır. Amma digər müdafiə və təhlükəsizlik baxımından sərt qanad var ki, Sepah rəhbərliyi və onun dəstəklədiyi siyasilər. Onlar düşünür ki, İranla hədə-qorxu və ya sanksiya dilində danışmaq olmaz. İstənilən sanksiyaya qarşı, istənilən hücuma qarşı İran sərt cavab verəcək.
və bu baxımdan ABŞ ilə İran arasında danışıqlar dalana dirənib. Yəni bu hansı nöqtəyə qədər davam edəcək, bunu yaxın həftələr göstərəcək, amma burada əsas məsələ Hörmüz boğazıdır. Hörmüz boğazının açıq qalması, təhlükəsiz qalması ABŞ üçün prioritet məsələdir. Düzdür, Hörmüz boğazı birbaşa ABŞ iqtisadiyyatına təsir etməsə də, amma ABŞ-ın müttəfiqləri var, xüsusən də Körfəz ölkələrindəki neft və qaz daşıyan gəmilər məhz Hörmüz boğazından keçir. Avropanın enerji təhlükəsində Hörmüz boğazının böyük əhəmiyyəti var. Məhz bu baxımdan Hörmüz boğazının açılması məsələsi kritikdir. Bəlkə də bu ilin yanvar-fevral ayında hələ müharibə başlamadan öncə Amerika Birləşmiş Ştatları istəyirdi ki, ümumiyyətlə İranın nüvə proqramı tamamilə dayansın, amma indi nüvə proqramı sanki ikinci mərhələyə keçir. Bugün ABŞ-da düşünürlər ki, İran ilk növbədə Hörmüz boğazını açmalıdır. Oradan beynəlxalq gəmilərin təhlükəsiz keçidi təmin olunmalıdır və sonra İranla müəyyən danışıqlar əldə oluna bilər. Amma Hörmüz boğazı məsələsi də iki tərəflidir. İran öz sahilində Hörmüz boğazından keçidi qapadıbsa, Amerika Birləşmiş Ştatları daha böyük trayektoriyada Hörmüz boğazına giriş-çıxışda nəzarət edir. Yəni İranın Hörmüz boğazını bağlaması əslində İranın öz gəmilərinin də sahildən uzaqlaşmasını əngəl törədib. Çünki ABŞ da daha böyük sularda Hörmüz boğazına nəzarət həyata keçirir. Yəni bu Hörmüz boğazının uzun müddət qapalı qalması İranın özünə də ziyan vurur. Çünki İran da öz neftini məhz bu marşrutla daşıyırdı. Amma Tehranda düşünürlər ki, istənilən halda Hörmüz boğazı sanki bir əsas kartdır İranın əlində. Bu yolla ABŞ-a və onun müttəfiqlərinə müəyyən təsir göstərə bilər. Burada İsrail faktoru da var. İsrail ümumiyyətlə Hörmüz boğazı və ya İrana tətbiq olunan sanksiyalar məsələsində maraqlı deyil. İsrail bir mənalı şəkildə istəyir ki, ümumiyyətlə İranın nüvə proqramı tamamilə dayansın, İran nüvə silahı əldə eləməsin. İsraildə düşünürlər ki, əgər İranın nüvə silahı olarsa, onu ilk növbədə İsrailə qarşı tətbiq edəcək. Bu baxımdan Təl-Əviv ilə Vaşinqton arasında müəyyən bir fikir ayrılığı var. Bugün Vaşinqtonda düşünürlər ki, xeyr, bu müharibə, hərbi əməliyyat bir nəticə vermədi. İndi iqtisadi, ticari sanksiyaları daha da dərinləşdirib İranı güzəştlərə məcbur edə bilərik. İsraildə düşünürlər ki, xeyr, bu güzəştlər bir nəticə verməyəcək. Qısa bir müddətdə İrana qarşı hərbi əməliyyatları başlamaq lazımdır. Amma bu hərbi əməliyyatlar da bir bumerang effekti verir. İrana hava zərbələrinə cavab olaraq İran da Körfəz ölkələrindəki ölkələrə, həmin ölkələrdəki ABŞ hərbi bazalarına, ümumiyyətlə Körfəz ölkələrindəki bütün strateji obyektlərə zərbələr endirir. Yəni bu sanki bu müharibə təkcə ABŞ və İran arasında deyil. Yəni bunun təsirləri müxtəlif düşərgələrə, cəbhələrə, ölkələrə təsir göstərir. Ona görə də Körfəz ölkələri, xüsusən də Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Katar, Küveyt, onlar düşünürlər ki, təbii ki, onlar istəmirlər İran nüvə silahına sahib olsun. Bir uzun müddətli sünni şiə qarşı durması var. Bir şiə ölkəsinin nüvə silahına sahib olmasını istəmir Körfəz ölkələri, amma İrana qarşı bu hərbi əməliyyatların da yenidən bərpa olunmasında maraqlı deyirlər. Çünki bunun bir ucu gəlib elə Körfəz ölkələrinə dəyir. İran cavab olaraq Körfəz ölkələrinə hücum edir. Müəyyən yolla Hörmüz boğazının açılmasına və ABŞ ilə İran arasında müəyyən danışıqların yenidən bərpa olunmasını istəyirlər. Amma görünən odur ki, yaxın bir neçə həftə ərzində hələ ki hərbi əməliyyatlar bərpa olunmayacaq. Çünki bu ABŞ üçün milyardlarla ABŞ dolları vəsaitin xərclənməsi deməkdir. İqtisadi sanksiyalar isə daha yüngül, daha ucuz, siyasi yolla, iqtisadi yolla sanksiyaların tətbiq olunması daha rahatdır bugün Prezident Donald Trump üçün. Əgər bu nəticə verməsə, təbii ki, Tehran müqavimətini davam elətdirsə, təbii ki, yenidən İrana qarşı hərbi əməliyyatlar bərpa olunacaq. Zaten bugün hər iki tərəf, elə İran da, ABŞ da sanki öz silah ehtiyatlarını bərpa eləməyə çalışır. İran öz raket ehtiyatlarını, ABŞ isə Patriot sistemlərini və digər silah anbarlarını yeniləməklə məşğuldur.
Çox sağ olun Əhməd bəy, təşəkkür edirik önəmli təhlilləriniz Mən üçün. təşəkkür edirəm. Minnətdarıq. Elə birbaşa olaraq Amerika Birləşmiş Ştatlarından bağlantı qurduq. ABŞ-nin İrana tətbiq etməyi düşündüyü sanksiya paketində nələr var? Artıq bazar ertəsi elan olunacaq bu paket və bunun nəticəsində İran masaya gələcəkmi? İran deyir ki, biz sonuna qədər mübarizə apara bilərik. Nə baş verəcək deyə danışdıq. İndi